Şah İsmail Xətai ilə ikinci Bəyazidin arasında qarşılıqlı hörmət vardı. Bəyazid Şah Xətaiyə belə bir namə yazmışdı. Siz Rum elini istila etmək fikrindən əl çəkin. Yaxşısı odur, üzünü İran, Turan və Hindistan tərəfə çevir. Oradakı xanlıqları hakimiyyətin altında birləşdir, güclü dövlət yarat. Avropa və yaxın qonşular bilirdi ki, Osmanlı və Səfəvi dövlətləri birləşsə, dünya düzəninə təsir edəcək gücə çevriləcək. Türkçülüyü çöktürmək üçün Sultan Səlimi hakimiyyətə gətirməyi planlaşdırdılar. Şah İsmail da bilirdi bunu. İstanbula xüsusi elçi heyəti göndərdi. Apardıqları məktubda Bəyazidin adı uca tutulurdu. Mənim babam yox, siğə ata oğul olar yazmışdı Şah İsmail. Ziya Göyalpa görə elçilər İstanbul küçələrində dolaşanda Sultan Səlim Yavuz doğma atasını taxtdan salmışdı. Avropanın istəyi də elə bu idi. Öncə şayələr dövriyəyə buraxıldı. Güya Sultan Səlim 40 min şiyəni, Şah İsmail isə 10 min sünnini qılıncdan keçirib. Təbliğat üçün hesablanmış, tarixə ötürülmüş bu dezinformasiya nə yazıqlar ki, bəzi tarixçilərimiz tərəfindən indi də təkrarlanır. Sultan Səlimlə Şah İsmail'i üz-üzə gətirən səbəblərdən biri də o zamanlar Qızılbaşlarla Bektaşilərin birləşməsi idi. Odur ki, hakimiyyətə gəldiyi 1512-ci ildən 1514-cü il Çaldıran Savaşına qədər davakar, qanlı mövqe tutdu. Sultan Səlimin əksinə Şah İsmail bu düşmənçiliyi istəmirdi. Şah İsmail'in dostluq çalışmalarını anladan ən yaxşı sübut onunla Səlim arasındakı məktublardır. Şah İsmail'in Osmanlı Sultanını sülhə çağıran məktubları. Sultan Səlimin Şah İsmail'e yazdığı 4 məktuba Səfəvi Şahı yalnız bir cavab məktubu yazmışdı. Sultan Səlim bütün məktublarında Şah İsmail'i alçatmağa, təhqir etməyə, özünü isə uca tutmağa çalışır. Məktublarının birində yazır. Bu müraciət Cənab Xəlifə Sultan Səlim Bəyazid oğlundan Əcəmi əmiri İsmail Namdara edilmişdir. Göründüyü kimi Sultan Səlim Şah İsmail'i bir şah kimi tanımır. Bəzən onu əsrin əfrasiyabı, bəzən də Ərdəbil oğlu adlandırır. Osmanlı Sultanı artıq 3-cü məktubunda Şah İsmail'i hədələməyə başlayır. Hənuz səndən nə namə gəldi, nə də özün itayətə gəldin. Əgər səndə biraz qeyrət və namus qalıbsa, gərək atına minib Qayseri ilə Sivas arasındakı düşərgəmə gələsən. Sultan Səlimin 3-cü təhqirlə dolu məktubundan sonra Şah İsmail ona bir cavab yazdı. Məhəbbət dolu və dostluq ifadə edən salamlarımızı qəbul ediniz. Şərəfli məktublarınız yetişdi. Onların məzmunu ədavət bildirsə də, cürət və mətanət etdiyi üçün bizə ləzzət verdi. Lakin bilmədim ki, bu düşmənçiliyin başlanğıcı və səbəbi nə ilə bağlıdır? Cənnətlik atanı zamanında əlaid dövlə üzərinə gedərkən sizin sərhədlərdən keçməli olduq. Ancaq aramızda dostluq və ittifaqdan başqa bir şey olmadı. Siz həzrət də ki, o zaman Trabzon valisi idiniz. Aramızda birlik əlaqəsi göstərdik. İndilikdə isə ədavətin səbəbi məlum olmur. Əgər hakimiyyət davası üçün bu tərəflərə gəlmişsinizsə, qoy belə olsun. Ancaq təhqirlər sözü o yerə çatdırar ki, köhnə xanimanın bünövrəsi bərbad olar. Bizim siz tərəfə gəlməyimizin 2 səbəbi vardı. Birincisi, o diyarın sakinlərinin əksəri bizim yüksək nəsəbli babalarımızın müridləridir. İkincisi də sizin müqəddəs xanedanınıza olan məhəbbətim idi. İstəmirdim ki,
Teymur zamanındakına bənzər bir çaxnaşma gözlənilməz halda o məmləkətdə baş qaldırsın. Bunu indi də istəmirəm. Vəziyyətin belə hal almasından da incimirəm. Niyə də gərək inciyim? Hökümdarlar arasında ədavət köhnə adətdir. Necə ki deyiblər, məmləkət gəlinini o şəxs möhkəm quca bilir ki, suvarılmış qılıncın dodağından öpə. Lakin nalayıq sözlərin mənası yox. Bunlar ola bilsin ki, həşiş və tiryək çəkən mühərrirlərin nəşədən beyinləri quruduğu bir vaxtda yazılmış, eləcə də göndərilmişdir. Elə düşünürük ki, sizin qarşınıza çıxmaqda bu qədər yubanmağımız əsassız olmayıb. Ancaq məsələnin əsli barədə düşünülsə yaxşıdır. Çünki axırıncı peşmançılıq fayda verməz. Əgər iş hərbə çəkərsə, təxir olunmasın. Lakin uzaq görənlik yolu ilə hərəkət edilsin. Şah İsmail'in müdrik və ləyaqətlə yazdığı məktuba Osmanlı Sultanı yenə də nifrətlə, təhqirlə cavab verdi. Səninlə vuruşmaq üçün ağır leşkərlə uzaq məsafəni ötüb, hökümranlığın altındakı məmləkətinə daxil olmuşuq. Böyük hökümdarlar qanununda və qüdrətli xaqanlar məzhəbində məmləkət padişahların namusu hesab olunur. Kişilikdən, cavanmərlikdən payı olanlar, cəsarətli şəxslər özündən başqalarının ona toxunmasına heç cür dözə bilməzlər. Əgər belədirsə, indi neçə gündür qalib əskərlərin məmləkətinə daxil olub, kamranlıq edirlər. Lakin səndən əsər əlamət görünmür. Elə gizlənmirsən ki, diri olmağınla ölümün arasındakı fərq bilinmir. Məsələnin əsli budur ki, indiyə qədər səndə bahadırlıq və mərdlik əlaməti olan bir iş hələ zihura çıxmayıb. Əgər bundan sonra da əvvəlki tək qorxudan zövviyə küncündə gizləmiş olsan, ərlik adı sənə haramdır. Belə olarsa taskülah həvəzinə yaylıq, zireh həvəzinə çadıra ixtiyar elə. Sərdarlıq sevdasından və sübəhsalarlıq iddiasından əl çək. Səndəki belə bir əməl yoxdur. Ne üçün ona əl atırsan? Sultan Səlimin belə kəskin və təhqirlə dolu məktubundan sonra Şah İsmail'in döyüşə getməkdən başqa çarəsi qalmadı. Çaldırana qədər ki 13 illik şahlıq dövründə keçirdiyi bütün vuruşmalardan qalib çıxan Şah İsmail öz gücünə arxalanaraq məğlub edilməz bir sərkərdə olduğuna inanırdı. Şah İsmail hətta Çaldıran döyüşünə bir gün qalmış, əmirləri ilə keçirdiyi müşavirədə də rəqibi layiqincə qiymətləndirmədi. Sərkərdələrin Osmanlılar dinclərini almadan hücuma keçmək təklifini rədd edir və özünün məşhur "mən karvanbasan quldur deyiləm" ifadəsini işlədir. Şah İsmail'in ordusu Osmanlılara nisbətən çox az idi. Ordunun bir dənə də olsun nə topu, nə də odlu silahı var idi. Amma Qərb Sultan Səlimin ordusunu toplarla, odlu silahlarla gücləndirmişdi. Beləliklə, iki qüdrətli Türk hökümdarının orduları Çaldıranda üz-üzə gətirildi. Sultanın əmri ilə Türk əskərləri təbillərin, gəranayların sədaları altında hücuma keçdilər. Belə döyüşün ilk saatlarında Sultan ordusunun silah üstünlüyü aşkara çıxdı. Topların, tüfənglərin ateşi Səfəvi süvarilərinin sıralarını pozmağa başladı. O zamanlar bütün şərqdə ad çıxarmış Məhəmməd xan Ustaclı özünü qoşuna vuraraq döyüşə-döyüşə Sultan Səlimin çadırına yaxınlaşır. Onu dayandıra bilməyən Osmanlılar top ateşi ilə bu böyük qəhrəmanı öldürürlər. Şah İsmail'in özünün də bu vuruşmadakı qəhrəmanlığı həm Səfəvi, həm də Osmanlı mənbələrində layiqincə qiymətləndirilib.
Təqribən 3 gün çəkən Çaldıran döyüşünün son günündə Şah İsmayıl 7 dəfə atını dəyişərək özünü sultanın qoşununun içərisinə vurur. Qılıncla bir-birinə bağlanmış topların zəncirini doğrayır. Hətta qaynaqların yazdığına görə əlindəki qılıncı bir topun lüləsinə endirir. Bu top indi Parisdə Louvre muzeyindədir. Mütəxəssislər bu zərbəni üst insan gücü sayır. Deyilənə görə Çaldıran savaşından bir müddət sonra Sultan Səlim məktub yazaraq Şah İsmayıldan xahiş edir ki, döyüş zamanı top lüləsinə işləyən qılıncı ona göndərsin. Şah İsmayıl sultanın bu istəyini yerinə yetirir. Sultan da qılıncı götürüb saray əyanlarının gözü qarşısında top lüləsinə zərbə indirir. Alınmır. Buna görə də Şah İsmayıla gileyli bir məktub yazır. Görünür, Qızılbaş şahı bir qılıncı qardaşına vermək istəməyib. Şah İsmayıl da ona məşhur cavabını göndərir. Qılınc həmən qılıncdır. Qol həmən qol deyil. Səfəvilərə aid tarixi qaynaqlarda qeyd edilir ki, qürub zamanı Qızılbaş əmirləri öldürülür. Hava qaralarkən yaralı Şah İsmayıl sağ qalan hissələrlə geri çəkilir. Vəziyyəti öyrənən Sultan Səlim də ordunun qərargahdan ayrılmamasına əmr verir. Eyni zamanda əskərlərin qarətlə məşğul olmasını da yasaqlayır. Sultan Səlim Çaldıran vuruşundan sonra Təbrizə girir. Lakin burada cəmi 8 gün qala bilir. Qoşunun içindəki Səfəvi müridlərinin ayağa qalxmaq istədiyini öyrənmişdi Sultan Səlim Yavuz. Bir il sonra Diyarbəkir və Ərzincan Osmanlıların idarəçiliyinə keçdi. Bu döyüşdən sonra Şah İsmayılın həyat sevinci bir dözünə qayıtmadı. Çaldıran döyüşündən sonra Balkan və Avropa dövlətləri qısa müddətə olsa da asudə nəfəs almaq imkanı qazandılar. 1520-ci ilə, yəni Sultan Səlimin ölümünə qədər Osmanlı ordusu şərqdə ilişib qaldı. İtirən iki böyük türk dövləti, türk xalqı oldu. Avropa krallarının fitvası ilə Çaldıranda üz-üzə gələn və o dövrün ən qüdrətli iki türk dövləti olan Osmanlı və Səfəvi şahları bu düşmənçiliyi sonraki illərdə də davam etdirdilər. Xüsusən Sultan Səlimdən sonra hakimiyyətə gələn Qanuni Sultan Süleyman zamanında.